Şurada bütün evləri bax belə yiyəsiz qalıb, xaraba qoyub böyürtkən basıb, amma uşaqların öz dediyinə görə Şuşada heç əvvəllər böyürtkən olmazdı. Sadəcə bu xarabalıqların sayəsində burada çoxlu böyürtkanlar əmələ gəlib. Bu da deməli 19-cu əsrli memarlıq abidəsi olub, amma dağıdılıbdır. Məşədi İbrahimin yaşayış evidir. Burada da Fövqəladə Hallar Nazirliyi öz idarəsini tikir burada. Yanğından mühafizə idarəsi tikiləcək. Hal-hazırda onun tikinti işləri davam edir. Bu cür Məşədi İbrahimin evidir. Dağılıb. Hər yeri kül basıb, o qədər kül basıb ki, içəri heç addım atmaq da olmur. Amma minadan təmizlənibdir. Sonra gedirik buradan. Deməli Şuşada bax bu cür yollardır. Çoxdan qorxusundan burada gəlmir. İlanlı ola bilər, yiyəsiz qalmış yerlərdə ona görə. Bax Məşədi İbrahimin evinin arxa hissəsidir. Və üstündə bir damcı kraska var. Rəngindən bilinir ki, ev memarlıq abidəsi olubdur. Bax üzünün rəngindən üstündəki naxışlarla çox güman ki, o dövrə görə möhtəşəm bir bina olubdur. Amma çox təəssüflər olsun ki, bax gördüyünüz kimi dağılıb. O dövrə görə deməli zirzəmisi olubdur. Zirzəmidə zibilxana qalıb. Böyle çox güman ki, Sovet dövründə burada bu ev yaşayış var imiş ki, burada turbalar var, hal-hazırda qalıb. Amma Sovet hakimiyyəti tarixi unutturmaq məqsədi ilə, hətta Pənahəli xanın sarayı Sovet dövründə uşaq lageri olubdur. Məşədi Novruzun yaşayış evidir, 19-cu əsr memarlıq abidəsidir. Asuf Məşədi Novruz. Şuşa şəhəri dövlət qoruğudur. Məşədi Novruzun, o birisi Məşədi İbrahim idi. Bu da yanaşı Məşədi Novruzdur. O vaxtın ümumiyyətlə Şuşalılar yaxşı yaşayan insanlar olubdular. Yəni həyat şəraiti çox yüksək səviyyədə olubdur. Və bu da gördüyünüz kimi Məşədi Novruzun evidir. O dövrə görə əslində bu çox möhtəşəm bir binadır. Yəni hər bir adamın belə bir evi olmaq, yəni möcüzə kimidir. Amma görsün Şuşalıların hamısının bax belə bir evi olub. Amma ev də yenə xarabalığa çevrilib. Demək olar ortası gedib hasarı var imiş. Bunu bilmək olmur nəyi var imiş. Üstü tamam dağılıb. Çox güman ki, üstü dəmir imiş və ermənilər bunu söküb satıbdılar. Necə ki, Gövhər Ağa məscidinin üst hissəsinin, dəmir hissəsini söküb satdıqları kimi. Yəni belə. Amma Şuşanın kənardan nə cür göstərilir şəkillərdə ki, gələcək planı nə cür olacaq. Şuşa çox güman ki, gələcəkdə indikindən də, hətta keçmiş Şuşadan da möhtəşəm bir arxitekturası olan bir şəhərə çevriləcəkdir.